Arkadaşım. Selamünaleyküm. Bugün qeydlər eləmişəm bu haqqımda danışan şeylərə, boş-boş danışılan söhbətlərə. Ona görə qeydlərə baxıb danışacağım biraz ki, boş-boş danışmasınlar. Neçə nəfər mənə zəng edir? Gecə mənə zəng gəldim, saat 4 açmışam. Deyir ki, biz səndən söhbət eləyəcəyik. Deyirəm, haradasan? Nə söhbət eləyəcəksən? Get, böyük gün gəlsin. Oxşum, deyir ki, sən onun urvinində adam dörsün. Soxu bu sözü deyir, ona cavab verir. Yaxşı, mən onun urvində adam döyürəmsə, niyə mənim dalımca şofer göndərdi, aeroportdan qarşıladı, niyə gecə gəldi məndən 4-ün yarısı görüşdü? Yəni, birinci o urvin söhbətimi bağlayayım. Bu şeylər olub ki, deyirəm. İkincisi, bəzi canlılarda müzakirə eləyirlər də, düzdür, bu belədir, o elədir. Qardaş, bu iş müzakirə ilə həll olunması söhbət deyil. Bu iş ancaq onunla mənim danışıqla həll olunması söhbətdir. Bu müzakirə olan bir şeydir. Müzakirə o vaxt olardı ki, ya bu adam rəhmət edərdi, ya da türmədə olardı. Yəni, çıxmağa, görüşməyə şansı olmazdı. Onda kimlənsə oturub adam müzakirə eləyərdi və yaxud da onun yerinə kimsə gəlib məndən söhbət eləyərdi. Allaha şükür, rəhmətə də getməyib, türmədə də dör. İndi qasaq həyat yaşayırsa, mən də qasaq həyat yaşayıram. Amma mən gedirəm də görüşməyə, düzdür. Yəni, birincisi boş-boş zəngləri yığışdırın. İndiyə kimi açmışam zəngləri, bundan sonra açmayacağım. Çünki görürəm, deyirəm, başa düşmür. Dünən bir nəfər zəng edir, səndən qaqaşın yerinə söhbət eləyirəm. Dedim, yaxşı, sən qaqaşın yerinə məndən söhbət edsənsə, mənim də yerimə qaqaşlar var, səndən söhbət eləyəcək. Nəysə, 2 dənə qardaşa onun nömrəsini verdim. Burası adını çəkib burada biabr eləməyəcəm. Bir dənə zəng edir, blok eləyir. Bir dənə zəng edir, blok eləyir. Bax, belə adamlar niyə yalandan yığsız? Görüşməyə duxuz yoxdur. Düzdür, prosta yığsız. Bilirsiniz, orada döyürəm. Allah razı olsun, çox sağ ol. Boş-boş zəng eləməyin. Yenə deyirəm, bu rəhmətə getməyib. Bu zindanda deyir ki, bunu bəzi canlılarda müzakirə eləyəsiniz və yaxud da kimsə gəlib məndən söhbət eləsin. Bir dənə oğlan var, bala oğlan. Məsələn, ona zəng yazdım, WhatsApp-ımı verdim ki, mənə zəng eləsin. Qardaşın ikinci sözü ki, mən qaziyəm. Sən qazisən, mənim vətənimə, dövlətimə, vətəndaşıma hörmətim var. Mən səninlə nə söhbət eləyim, ondan sonra yazmadım. Yəni, əgər Varovskoydan biri söhbət eləyirsə, deməməlidir, mən qaziyəm. Qazisənsə, qazi kimi şeydir. Mənim müzakirə eləmə. Bu iş müzakirəlik deyil. Bu söhbət fakt olub. Bu iş bir il bundan əvvəl yaşanılıb. Nə olar oğrudur? Oğrusa mən özümün kişiyə sözünü deyirəm, səhvi də deyirəm. İkincisi, yenə deyirəm, qeydlər eləmişəm ki, konkret bir gün qutarım bu söhbətləri. Hamı zəngiyə söymüsən, pirdeldən qırağa. Ay kişi, mən o sözü deyənlərin hamısı pirdeldən qırağa vaxt olub söysüyüb. Söyməmişsiniz. Əsəbləşib söyməmişsiniz. Şəkilimin ya videonun altına yazanlar var ki, söyyən səhvdir. İnan Allaha 10 yazanlar, bəlkə də 5 dəfə, 10 dəfə, bəlkə də çox bu söyüşlərdən söyüb. Özdə söyməyən heç biri elə şeylər yazmır. Kim ki söyüb, ağzı söyüşdüdür, o yazır. Məsəl üçün, mənə biri zəng edir ki, deyir, axı pirdeldən qırağa söymüsən. Amma mən deyirəm ki, mən iskili olub söyləmişəm. Bunu qorxduğumdan demirəm. Qorxduğumdan onda deyərdim ki, mən o söyüş söyərdim, sonra mənə kimsə tutardı, məsələn, mənim məcburi videoya çəkərdi, döyərdi, eləyərdi, presləyərdi, çəkərdi. Mən öz ağlıma görə, şuuruma görə, panyatkama görə çəkdim və sonunda nə deyirəm videonun? Deyirəm ki, mənim heç kimin qohum əqrabası ilə, ailəsinə işim yoxdur, amma onun özünə nə demişəmsə, düz demişəm. Yenə deyirəm, onun özünə nə demişəmsə, düz demişəm. Yəni, heç kimin çətin vəziyyətindən öz cibinə görə istifadə eləyirsə, bu kişiliyə sıxmır. Ümumiyyətlə, insanlığa sıxmır. Yəni, bu söyləyənlər pirdeldən qırağa deyənlərin hamı söymüsünüz. Mənə, yəni, şey gəlməyin də nəysə, badalaq gəlməyə baxmayın.
Bir də söhbətə bilməyən bəzi adamlar var. Zəng edir, deyir, söhbət nədir olub? Biz Qaqaşın yerinə söhbət edirik. Deyirəm, Qaqaşı qoş da konferansa. Deyir, Qaqaşın nömrəsini bilmirəm. Onun dilində Qaqaş deyirəm. Deyirəm, deyirsən ki, qardaşımdır. Örgən də deyir, 2-3 gün öyrənərəm. Deyirəm, necəm, qardaşımın nömrəsini niyə 2-3 gün öyrənsən? Anandan soruş, atandan soruş. Qardaşın da axı, öyrən. Deyirəm, bu nə danışıqdır? Hamıya qardaş deyir. Deyirəm, hamıya qardaş deyir, sinəsini vermir qabağa. Bu, mənim müzakirə canlıda eləyən, hər üzün özünə görə problemi var. Gedin, öz probleminizi müzakirə edin. Yenə deyirəm, bu söhbət müzakirə həll olması məsələ deyil. Və indi mənə tanımayanlar da tanıyacaq ki, mən bu söhbətin axırına gedəcəm, nöqtəsini qoyacağam. Həm nöqtəsini qoyacağım ki, bu cavanlar, yəni bu bəzi cavanlar var ki, gözləri kör olub, deyir, yox, bu oğul səhv eləyənməz. O oğul olmam, bir adamdır, insandır, o da yatır, o da acır, onun da baş ağrıyır, o da toya gedir, yəni o da səhv danışa bilir. Yəni, birincisi, bunu qəbul edin. O adam məndən söhbət eləyəcək. Bu pirdeldən qırağa söyüşsəyənlər, mən səhv olanlar, hamı söyüşsəyənlərdir. Bu bir, hamınız da söymüsünüz, vicdanınız olsun, düz danışın. Amma mən yenə öz səhvimi özümdə tutmuşam. Heç kim məndən səhv olmaz. Müzakirəni getdik. Yenə deyirəm, təkrar deyirəm. Mənə deyirlər ki, TikToker olmuşsan, belə falan. Birinci 10 ay insan kimi buna xəbər göndərmişəm. 10 ay az vaxtdır. 10 ay göndərmişəm, gəlin danışayım, mənə hörmətsizlik eləmişsiniz, istəmirəm bunu, yəni ictimailəşdirim. Gəlin, öz aramızda həll eləyək. Özünüz axırda deyirsiniz ki, get neyniysən elə. Dünən də təzə söhbət çıxıb deyim. Deyirlər ki, biz Turaldan pul almamışıq, ümumiyyətlə Turalla görüşməmişik, Turala heç bir söz verməmişik. Bunu siz niyə deyirlər? Çünki bu söhbət olmasa, yəni desək ki, düz deyir, Tural pul almışıq, söz vermişik, sağ mənim başıma nəsə problem gəlsə, Azərbaycanın o mərd oğulları, yenə deyirəm, Azərbaycandan kənar, Azərbaycanlı mərd oğullar, haqqı bilən bütün qardaşlar deyəcəksiniz, haqsız olanlar haqlının üstünə niyə geçsiniz? Bunlar özün haradasa, bilirəm, haradasa, gördüm mesajı, haradasa qarantiya almalıdırlar ki, indən deməlilər ki, biz ondan söhbətimiz olmayıb, biz onu tanımırıq, biz ona söz verməmişik, biz ona pul verməmişik. Bunu bəzi onlara inananlara deməlidir ki, sağ mənim başıma bir iş gələndə özlərini düz çıxara bilsin. Görürsən, qadımat deyirlər mənə. Fakt da, o bir siyasi gedişli bunlardır. Yəni, bu lazımdır, yalan danışmayın, düz danışın. Sizə pul necə verilib, subut verirəm. Yaxşı, sən mənə deyirsən ki, o iş haqqında Turala söz verməmişsən. Onda sən gecə saat 4-ün yarısı, yəni düşünün də, mənlə görüşmə otelə niyə yerdin? Mən niyə adam bu göndərdin, mənə qarşıladın? Yəni, dərindən düşünün, görün nə nədir? Yəni, pula görə çətində olan da adam valladmazlar. Bir də ki, telefonuma uşaq zəng edir, o 20-25 yaşlı uşaqlar. 200-ün nömrəsini verdim də dostdanışa. Niyə açmışsınız telefonları? Açın da. Görüşmək istəmişsiniz, yadda saxlayın. Siz nə qədər deyirsiniz ki, qardaşımızdır, qardaşımıza görə söhbətə gəlirik. Mənim də qardaşlarım var, mənə görə də söhbətə gələnlər var. O vaxt ona qədər elə olacaq. Yəni, məndən görüşməyəsiniz. Necə yəni, sizin oğlunuz, sizin oğlunuz, bizim yox, sizin oğlunuz. Rüfət yəni özünü ağırdan satırsa, görüşə gəlmirsə, mən düşüydürəm, yüngüldürəm ki, çıxam görüşəm. Mənim söhbətim Rüfətləmdir. Nə vaxt deyəcəksiniz ki, qardaşın yerinə gəlirəm görüşək. Yadda saxlayın, mən də qardaş bilib, mənim yerimə gələnlərlə görüşəcəksiniz. Əgər belə üzünüz varsa gəlin. İkincisi, bu söhbət ağır söhbətdir. Ağır söhbətdir. Bu yükü götürə biləcəksinizsə, yəni bu söhbətin nəticəsi nə ad çıxacaq, o adı götürə biləcəksinizsə, gəlin söhbətə. Yəni boş-boş danışmayın. Söyüş söhbətində qutarmışıq, bağlamışıq. Yeri gələndə. Mən tək olsaydım mənə tema kimi baxırlar. Mən tək olmamışam, tema kimi baxırlarsa, sən söyüş deyirsənsə, mən fırladaram başqa cür söhbətə, başqa adını allandıraram. Vapşey qabağımda duram məsələn. Ağıllı ol ki, səndən normal söhbət edir. Bu qədər də
Onu şah eləyənlər, onu brilliant eləyənlər, sinəsini qabağa verənlər, niyə düşünmürsünüz ki, bu Tural 10 gündür danışır, nömrələrim hər kəs zəng eləyib açmışam. Bir nəfər deyə bilər ki, Turala zəng eləmişəm, açmayıb. Heç kim. Yaxşı, sizin şahınız mənə niyə yığmır? Deyir ki, belə bir sözdür axı, Tural mənim urvinimdədir. Öz-özünü səhv çıxadır. Urvində dönəsə məndən niyə görüşdü 5 gündə abad ol? Rəşad, sən də lazımsan, Murad da lazımdır. Hələ sizdən biri də söyüb, Rüfət 4 söyüb. İkisindən biri ki, belə olsun, pul görməmişik. Hə? Yenə deyirəm, təkrar deyirəm, 10 ay insan kimi istəmişəm. 10 ay. Bunlara tapandan sonra başıma gəlməyən hadisə qalmayıb. Yerində Azərbaycanda da adıma pis söz deyirlər ki, gömən vətən nə bilim nə. Bax, yenə deyirəm, öz dövlətimi özümü tutub sevirəm. Mən Azərbaycanı sevirəm, Azərbaycan vətəndaşıyam, dövlətimi sevirəm. Haqsızlıq var, şərə düşmüşəm. Haqq yerini tapacaq, vətənimə qayıdacam. Mən nə oğruyam, mən nə avarayam, nə də bu yolu gedənəm. Mən yenə öz işlərim var, bizneslə məşğulam. Bu söhbət qutarsın, haqq yerini tapsın. Yenə mən istəyirəm yaddan çıxam, gedəm öz işimdə, gücümdə olam. Bu deməkdir ki, mən bu yol gedirəm. Bir də gizli söhbət şey bilər ki, Turalı kimsə maliyyələşdirir, Tural çıxır danışır. Tural siz kimi pulla ora-bura qaçan oğlandır. Siz pulla qaçan oğlansınız da, indi çıxmışsa Tural 10 min, 50 min, 75 min verəndə gəlib görürsünüzsə məndən, pulla qaçan oğlansınız. Yəni, siz özünüzsünüz, söz deyə bilərsiniz, mən üçün deyəməzsiniz. Mənim elə bir beynim var ki, bura nə girsə onu eləyərəm. Nə də ki, gidib sizlə daydıba gedirəm. Deyirsiniz, Turalın dalında duran var. Turalın dalında əlbəttə duran olacaq. Tural bir yola təş çıxdı. Heç bir o Turalın tanışı var, amma bu qədər tanışı yox idi. Tural haqqı bilir, Allahı tanıyır çıxdı və tək Tural Allahı tanımır ki, Turaldan da yaxşı Allahı tanıyanlar, haqqı bilən qardaşlar var, haqqını haqqa verməyən qardaşlar var, çıxdı. Siz bugünkü gündə dünən zəng edir mənə, gəl məndən normal görüş, konmat gələm saat yarıma, səni normal öldürüm, yoxsa səni qıç kimi öldürəcəm. Siz məni öldürə bilməzsiniz, bunu bilirsiniz. Qorxur sizin o şahınız məndən. Bax, məndən görüşüb nə fakt. Bu nə söhbətdir? Biz Tural tanımırıq, Turala söz verməmişik. Mən istəyirəm sizin maskız təmiz cırılsın. Analar ağlamasın, uşaqlar atasız qalmasın. Bu oğru aləmi var, vor aləmi var. Amma sizin getdiyiniz yol o aləmdir. İndi qaziləri də, şəhid ailələrini də üstümə qaldırmayın. Yeri eləndə mən də çox kömək eləmişəm, amma heç vaxt dilləndirməmişdim. İndi məcbur qalıb deyirəm. Amma heç vaxt nə videoya çəkmişəm, nə bir, nə demişəm. Məsəl üçün, mən Mingəçevirdə işləyəndə Ramil Otda oğlan var, mənə tanıyır, indi Almanyadadır. Mənə yardım elədiyim öyle plakat verirlər. Amma axıra kimi o yardımları birlərini kim elədiyini heç kim bilmir. Bakıda Yasamalda at deyərəm ki, el ailələrə yardım gedir, amma bilmirlər ki, kimdən gedir. Mən bunu ailəm bilmir, dostum bilmir, qardaşım bilmir. Siz kimi bir dənə kamera tutub çəkib qoymuram özümü. Yəni, belə şeylə dini bizim şəxs söhbətimizə qatmayın, siyasəti qatmayın, insanları üstümə qızışdırmayın, savadlı kütləyə, ağıllı kütləyə zaten bir şey deyəməzsiniz, cəmaatın ağlı var, görür. Yəni, savadsız kütlələ oynamayın. Sən cəmaatı da bədbəxt eləməyin. Əgər mənim üstümə nəsə göndərərsiniz, onların başqa düşməni olar. Onları vurar, öldürər və yenə mənə zibilə salarsınız. Yəni, siz böhtan şərlə gedərsiniz. Sizin də dustaqlarınız da var. Yoxsa mənə aidiyyəti yoxdur, mən öz söhbətimi eləyəm. Zaten mən öz söhbətimi sizin maskı cırılandan sonra insanlar çıxacaq bir-birsin səhvlərdi dedi. Elə bilirdiniz ki, səhv eləyə gedəcəksiniz. Bir dənə söyüşdən tutub mən udacaqsınız, cəmaatla belə eləmişsiniz də, söz vermişsiniz, atmışsınız, cəmaat da insandır, normal insan, görəcək bu bunu fırladır, içib söyləyəcək də bir gün. Ondan tutmuşsunuz, üstünə girmişsiniz, yazıq qorxub nəyəsə görəcək, amma elədir. Yəni, o dövr getdi. Sən söyüş tutmuşsan, hər şey yaddan çıxdı, elə şey var. Söyüşə kimi gəndə söhbət olub, ver cavabını, sən 1-i, 2-ni, 3-ü, 4-ü, 5 saymamış, bir dəfə 5-dən başlaya bilərsən. Ona görə, yəni getdi, ay insanlar, ay bunlara bunları yəni Allah bilən, əstağfurullah, elə adamlar qutarın söhbətlər, bunlar səhvdir. Bunlara görə də məni heç kim narahat eləməsin. Əgər bunlar o qədər düzdürsə, 10 günə çıxardılar üzə.
Söyüşə qalanda bunları illərlə ad çəkməyəcəm. Söyüş söyənlər var idi. Niyə vurmurdunuz? Səbr eləyirdiniz. Nəyə səbr eləyirsiniz? Nə qədər səbirlisiniz? İndi səbr eləmədiniz. Bura İrana mənim üçün killer göndərdiniz. Elə biz düz təkəm mən vurasınız. Mənim damda Allah durub. Bilsən niyə Allah durub? Çünki düz mənəm. Düzü əyə bilməzsiniz. Sizin ücret sonunuzdur, sonunuzdur. Nə Azərbaycanlıları orada, burada göndərib öldürtürə bilərsiniz. Deyim, bunlar bir də mənə giz-giz zəng eləməyin ki, görüşək. Sizin kimlə söhbətim açılıbsa o gəlsin, Murad gəlsin, Rəşad gəlsin. 3 nəfər mən oturaq söhbət eləyək. Məni də əgər öldürmək istəyirsə, bunu zəng eləyib mənə deməyin. Eləyin, çəkin, qoyun. Bildiniz? Ay Elşən axırda o Hacı Niki ilə sən hələ də axtarırım. Masalını axtarmışam yoxsan. Xırdalanı axtarmışam yoxsan. O canlı yayında o söyüş qoşulub mənə söyürə, bəzi şeylər qoyub onu. Onu xahiş eləmişsin. Sizdən artıq da xahiş eləmişsin. Çünki insanlar bilmir nədir. Mən onun mesaj qutusuna da yazmışam nömrəmi. İstəmirəm paylaşam. Görüldü var, amma mənə zəng eləməyib. Yəni, xahiş edirəm, onu silin. Sənin də deyir, 1 qram kişiliyin varsa, mənə zəng elə. Onsuz mən səni tapacam. Onsuz mən səni tapacam. Elşən Türkiyədə harada biri deyir, Beşiktaşdadsa Beşiktaşda axtarıram. Deyirlər, bir dənə qız var, onun evində qalır. Sən geçsə tapacam. Bir də qazilərə böyük hörmətim var. Qazi, xahiş edirəm, bildiniz, bilmədiniz, mənim müzakirə eləməyin. Bu müzakirəyə söhbət onda olardı ki, 2 söhbət eləyənin biri ya ölərdi, ya zindanda olardı. Yəni, mümkün olmaz da bunların görüşməyi. Bizim görüşmək mümkündürsə, deməli, bizim söhbət müzakirəli və yaxud da kiminsə əlavə gəlib həll elədirsə söhbətdir. O çıxmalıdır, ondan danışmalıyam. Xahiş edirəm, artıq da o Həci rəhmətli Rövşən Şəkişin qoyanın mən üçün tapın. İstanbuldadırsa, zəng etsin, desin İstanbuldayım. O Rüfətin yerinə söhbət edir. Düzdür. Mənim də yerim İstanbulda. Həlbət ondan söhbət edənlər olacaq. Narahat olmaz. Neysə, bu qədər. Dedim, bilin, qazilərdən də xahişim var, şəhid ailələrindən də. Yəni, haqq nədirsə onu deyin. Ruzunu verən Allahdır. Sağ olun.